Salam müəllimlər, hamınızı xoş gördük. Hər vaxtınız xeyir olsun müəllimlər. Mən keçən dəfə sizlər üçün qrupda, yəni ödənişsiz olan Telegram qrupumuzda təlim məqsədləri ilə bağlı test paylaşmışdım. Bilirik ki, təlim məqsədləri olduqca önəmli, olduqca vacib mövzulardan biridir məktəbəqədər təhsildə. Çünki həm işləyən müəllimlər üçün, həm MİQ-ə hazırlaşan müəllimlər üçün çox önəmli mövzulardan biridir. Əslində olduqca sadə mövzudur, amma sadə mövzu olduğu qədər də bir qədər müəllimləri düşündürən mövzudur. Çünki orada müəyyən incə məqamlar var. Ona görə də mən təlim məqsədləri ilə bağlı sizlər üçün bir quizbot paylaşdım və bu quizbotun üzərində indi sizə burada təlim məqsədləri ilə bağlı müəyyən məqamları burada sizə izah edəcəm və düşünürəm ki, artıq bu testlərin üzərində siz təlim məqsədləri ilə bağlı olan hissələri çox gözəl və aydın şəkildə başa düşəcəksiniz. Bu arada bu cür testlərdən yararlanmaq üçün videonun şərh bölməsində Telegram kanalımızın linkini paylaşacağam. Oraya daxil olaraq testləri oradan işləyə bilərsiniz. Başlayaq testlərə. Bu arada testlər doğru-yanlış formatındadır, yəni variantlar yoxdur. Baxın, birinci sualda yazıb ki, müşahidə etdiyi əşyaları adlandırır. Bu məqsədi biz yanlış məqsəd olaraq götürəcəyik. Çünki biz qeyd etmişdik ki, təlim məqsədi ümumi deyil, konkret olmalıdır. Yəni, burada müşahidə etdiyi əşyalar da konkret deyil. Çünki uşağın ətrafında çoxlu sayda əşya ola bilər. Uşağa çoxlu sayda əşya təqdim olunar. Ona görə də, yəni, konkret hansı əşyanın müşahidə edib adlandırılması verilmədiyinə görə biz bu məqsədi doğru götürə bilmərik. Daha sonra deyir, çörək haqqında ilkin təsəvvürləri nümayiş etdirir. Bəli, bunu biz doğru məqsəd kimi götürə bilərik. Çünki çörək konkret olaraq verilmiş bir haldır və bunun haqqında da biliklərini nümayiş etdirir. Uşağa yönəlmiş, indiki zamanda olan ümumi, yəni təlim məqsədindən çıxarılmış bir məqsəddir. Sonra əşyalarla 5 dairəsində riyazi əməliyyatları yerinə yetirəcək. Burada iki məqam pozulub. Birincisi, əşyalarla 5 dairəsində uşaq çoxlu sayda riyazi əməliyyat yerinə yetirə bilər. Çıxma ola bilər, toplama ola bilər, müqayisə ola bilər, tərsinə, düzünə sayma ola bilər. Yəni konkretlik yoxdur və sonu da gələcək zamanda acıq-əcəklə bitdiyi üçün, görürsünüz, burada məsəl üçün yerinə yetirəcək. Burada qeyd edə bilmirəm. Yəni, ona görə də bu yanlış məqsəd olacaqdır. Daha sonra əşyaları uzunluğuna və eninə görə müqayisə edir. Bəli, bu sizcə, yəni doğrudur, yanlışdır. Mən cavabı tapmamışdan öncə bildirə bilərsiniz. Bu doğru məqsəddir. Çünki uzunluğuna və eninə görə konkret olaraq nə üzərində işləyəcəyimizi yazmışıq. Yəni, biz biləcəyik ki, məşğələdə biz uşaqlarla bugün əşyaları uzunluğuna və eninə görə müqayisə edəcəyik. Daha sonra qrup işi zamanı özünü və yoldaşlarının hərəkətlərini qiymətləndirir. Bəli, bu da doğru məqsəddir. Çünki sırf qrup işi zamanı həm özünün, həm də yoldaşlarının hərəkətlərini qiymətləndirmək konkret bir məqsəddir ki, məsələn, sırf yazmışıq. Məsələn, yaza bilərik ki, hansısa bir fəaliyyətdir, amma bu dəqiq olmayacaqdır. Amma burada konkret olaraq qrup işi verildiyinə görə, həm özü, həm yoldaşlarının adı verildiyinə görə və bunların hərəkətlərini qiymətləndirmək kimi konkret məqsəd verildiyinə görə bu doğru məqsəddir. Sonra problemin həllində iştirak edəcək. Burada birinci növbədə edəcək, gələcək zamana yönəldiyinə görə məqsəd düzgün deyil. Digər tərəfdən də ki, problemin həllində, hansı problemin həllində? Yəni, burada yenə də məqsəddə konkretlik yoxdur. Məsələn, biz konkret orada problem qoymalıydıq ki, hansı problemin həllində? Tutalım ki, puzzle-ın yığılması kimi problemin həllində iştirak edir. Bu zaman məqsədimiz konkret və düzgün olacaqdır. Dialoq zamanı dinləmə bacarıqlığını nümayiş etdirəcək. Baxın, bu da yanlış məqsəddir. Çünki dialoq zamanı düzdür, dinləmə bacarığında konkret var, amma gələcək zamanında sonu acaq-əcək, xəbərin sonu acaq-əcək, yəni fəaliyyət acaq-əcəklə bitdiyinə görə biz bunu doğru məqsəd kimi götürə bilmərik. Özünə xidmət əməyində dişlərini düzgün fırçalamaq bacarıqlarını nümayiş etdirir. Bəli, bu doğrudur. Çünki konkret olaraq dişlərini fırçalama bacarıqlarından söhbət getdiyinə görə, yəni dəqiqlik var. Uşağın edəcəyi işi biz dəqiq şəkildə burada qeyd etdiyimizə görə, uşağa yönəldiyinə görə, indiki zamanda olduğuna görə, konkretlik olduğuna görə məqsədimiz doğrudur. Təbiət güşəsində gülləri düzgün ardıcıllıqla sulamaq bacarıqlarını nümayiş etdirir.
Bu da doğru məqsəddir. Çünki sırf təbiət görüşəsinə gülləri sulamaq bacarığı üzərində məqsəd qoymuşuq. Yəni dəqiqlik var. Nə iş görəcəyimizi, nə işin üzərində iş aparacağımızı burada biz dəqiq bilirik. Sadə fəaliyyətlərdə iştirak edir. Burada yanlışdır. Çünki hansı fəaliyyətlərdə? Yəni biz ən azından bir fəaliyyətin adını orada qeyd etməliydik. Məsələn, sıraya mı düzülmədə, yoldaşını gözləməkdəmi, hansı fəaliyyətdə? Dəqiqlik olmadığına görə bu məqsədimiz, yəni 10-cu testdə olan məqsədimiz yanlışdır. Masaya yemək dəstini düzür. Bəli, bu da doğru məqsəddir. Çünki konkret olaraq masaya yemək dəsti düzməkdən söhbət gedir, konkretlik olduğuna görə doğrudur. Kiçik həcmli şeirlərdən xoruz şeirini söyləmək. Burada baxın. Konkretlik var. Çünki sırf xoruzdur, xoruz şeiridir, amma söyləmək, maqmək biz qeyd etdiyimiz kimi məsdər formasında olmamalıdır. Ona görə də bu yanlış formada olacaqdır. Yəni fəaliyyət hissəsinin şəkilçisi, yönəlməyi düzgün verilməmişdir. Dəniz şəklinin məzmununa əsasən hekayə qurur. Bəli, bizim bu məqsədimizdə də konkretlik var. Çünki sırf dəniz şəklinin məzmununa görə konkret olaraq şəklin məzmununu yazmışıq. Əgər desəydik ki, şəklin məzmununa əsasən hekayə qurur, bir qədər qeyri-dəqiqlik olacaqdı, ümumi olacaqdı, amma burada sırf dənizin adını verərək məqsədimizi konkretləşdirmişik. Sərbəst süjetli hekayə tərtib edir. Burada da baxın, belə deyək, üzürlü sayın, internetim dondu nəsə. Burada da məqsəd yanlışdır. Çünki hansı süjetli hekayə tərtib edir? Ən azı bir mövzu verməliyik. Filan mövzu üzərində uşaq bir süjetli hekayə tərtib edir. Yəni burada bir mövzunun adı, bir məsələ, bir yön qeyd edilməlidir. Çünki burada yəni nə edirik, necə bir hekayədir. Yəni biz bunu bilmədiyimizə görə bu məqsəd tam da konkret və düzgün məqsəd olmayacaq. Təhlükə yarada biləcək əşyaları sadalamaq. Bu da yanlışdır. Birinci növbədə hansı hadisələri bilmirik. Yəni burada da yenə ümumilik var. Digər növbədə də sadalamaq, yenə maqmək olduğuna görə sonu yanlış məqsəddir. Gigiyena qaydalarına əməl edir. Burada da yanlışdır. Hansı gigiyena qaydalarına biz bilmirik. Əlini mi, üzünü mü yuyur, ağzını salfetlə mi silir, dişlərini mi fırçalayır? Yəni biz bir məşğələnin içində nə qədər gigiyena qaydasını uşağa öyrədə bilərik? Ümumi olmamalıdır. Konkretliyi mütləq şəkildə gözləməliyik. Darağı və dəsmalı tanıdığını nümayiş etdirir. Baxın, gördünüz, burada konkretlik var. Biz bilirik ki, sırf daraq və dəsmal üzərində işimizi quracağıq. Yəni konkretlik var. Ən azından biz bir-iki məşğələlərin müddəti qısa olduğuna görə uzağı bir-iki məqsədi reallaşdıra bilirik. Buna görə də məqsədimizi konkret bilməliyik ki, uşağa nə öyrədəcəyik. Qaşıq və fincandan düzgün istifadə bacarığını nümayiş etdirir. Görürsünüz, bu da doğru məqsəddir. Çünki bilirik ki, bugünkü məşğələmizdə, oyunumuzda sırf qaşıq və fincandan düzgün istifadə üzərində uşaqlarla iş aparacağıq. Fiziki hərəkətləri yerinə yetirəcək. Bu yanlışdır. Birinci növbədə sonu gələcək zamandır. İkinci növbədə də ki, yüzlərlə fiziki hərəkət var. Biz bir məşğələdə, bir oyunda, bir fəaliyyətdə bütün fiziki hərəkətləri uşağa öyrədə bilərik. Təbii ki, xeyr. Ona görə də biz burada mütləq şəkildə konkretliyimizi gözləməliyik. Müxtəlif istiqamətlərdə yeriş hərəkətlərinin müvazinətini saxlayaraq yerinə yetirir. Baxın, yuxarıda 19-cu testdə yanlış məqsədin aşağıda doğru versiyası verilib ki, konkret olaraq fiziki hərəkəti qeyd etmişik. Müxtəlif istiqamətlərdə yerişdə müvazinətini saxlamaq. Burada artıq bir konkretlik var. Tütək və nağaranı fərqləndirir. Baxın, bu da doğrudur. Çünki sırf yazsaydıq musiqi alətlərini, burada yenə bir qədər ümumilik olacaqdı. Amma sırf tütəklə nağaranın adını verdiyinə görə burada məqsədimiz doğru olacaq. Plastindən istifadə edərək insan fiquru düzəldir. Baxın, bu da doğru məqsəddir. Çünki konkret olaraq nə düzəldəcəyini, nədən istifadə edərək düzəldəcəyini qeyd etmişik. Oyuncaqların səliqəli rəflərə yığılmasında iştirak edir. Bu da doğrudur. Çünki sırf nə üzərində əmək fəaliyyətində bu arada məqsədi qoyuruq, sırf nəyə yönələcəyimizi, uşağı hansı istiqamətə yönəldəcəyimizi bilirik. Oyun zamanı oyuncaqların bölüşdürülməsində güzəştə getmək. Baxın, məqsəddə konkretlik gözlənilib. Oyun zamanı oyuncaqlarını bölüşmək, amma sonu getmək,
maq şəkilçisi ilə bitdiyinə görə bu məqsədi yanlış məqsəd kimi götürürük. Ola bilər məqsəddə konkretlik gözlənilir. Sizi çaşdırmasın bu. Məqsədin xəbər hissəsinə də baxmalısınız ki, uşağa mı yönəlib, indiki zamandadırmı, keçmiş zamandadırmı, gələcək zamandadırmı? Mütləq bu məqamlara diqqət etməlisiniz. Yatağın deyək, səliqəyə salınmasında iştirak edir. Bu da doğru məqsəd olduğuna görə burada cavabımız, yəni doğru olacaqdır. Çünki konkret olaraq əmək fəaliyyətidir. Nəyə üzrə iş aparacağımızı biz bilirik. Baxın müəllimlər, bu məqamlara diqqət etməlisiniz. Xüsusilə əmək fəaliyyətində məqsədlərin dəqiq olmasına fikir verməlisiniz. Çünki məktəbə qədər yaşlı uşaqlar üçün əmək əsas fəaliyyət olmadığına görə, bilirsiniz ki, oyun fəaliyyətidir. Orada uşaqlar əmək konkret olmayanda nə edəcəklərini bilməyə bilərlər və bu da onların əmək zamanı gördükləri işlərin nəticələrinin zəif olmasına gətirib çıxara bilər. Dişini fırçalamaqsa yazacaqsınız dişini fırçalamaq. Çünki uşaq bunu birdən-birə qazana bilməz. Əl-üzünü yumağı bir dəfə edirsiniz, üzünü yumağı bir dəfə öyrədirsiniz, saçını daramağı bir dəfə öyrədirsiniz. Yəni məqsədlərdə özünüzdən götürün də. Məsələn, siz gün ərzində özünüzə bir plan qurursunuz ki, bu gün məsələ 1 saat dərs oxuyacağam, 1 saat da ev işlərinə həsr edəcəm. Görürsünüz, məqsədiniz aydındır. Konkret bilirsiniz ki, bu 2 iş üzərinə 2 saat vaxt sərf edəcəksiniz. Və orada da məhsuldarlığınız da yaxşı olur. Nə edəcəyinizi də yaxşı formada bilmiş olursunuz. Amma siz desəz ki, bugün işlər görəcəm. Burada artıq qeyri-dəqiqlik olduğuna görə nə edəcəyinizi bilmirsiniz, gün ərzində də xaosun içərisində qalırsınız. Və bu sizin öz həyatınız üçün də olduq dərəcədə önəmli bir məsələdir. Nə qədər işlərinizdə, fəaliyyətinizdə konkretliyi gözləyərsinizsə, nəticələriniz də o qədər yaxşı olacaqdır. Və məqsədlərin düzgün seçilməsi nəticə yönümlülük prinsipinin də tələbinin ödənilməsində olduqca vacibdir. Və bilirsiniz ki, biz məqsədləri 6 standartlardan çıxarırıq. 6 standartlar əslində ümumi yazılır. Məsələn, fiziki hərəkətləri yerinə yetirir, bəzən onun içərisində mörtəzədə açılışlar da olur. Amma təbii ki, biz artıq o standartın içindən sırf nəyi götürüb seçəcəksə, onun adını konkret olaraq məqsədimizdə yazmalıyıq. Yəni, bu gün mövzunu nə seçmisinizsə, mövzunun adını mütləq şəkildə məqsədinizdə qeyd etməlisiniz ki, yəni özünüzdə biləsiniz. Yəni, uşaqlar da anlasın ki, bu gün siz nə üzərində işləyirsiniz. Düşünürəm ki, bu izah, bu testlər sizin məqsədləri müəyyən qədər başa düşmənizə yardımcı olacaq. Bununla bağlı sizlər üçün yeni testlər paylaşacağam. Bir qədər artıq standartları da qatacağam bu testin içərisinə. Müəyyən mövzular da verəcəm ki, daha praktik olsun ki, sizin üçün. Yəni, bu mövzunu tam anlayıb anlamadığınızı müəyyən edəsiniz. Testlərdə də ən azından bir 5-6 dənə sual bu mövzudan düşdüyünə görə düşündüm ki, ehtiyac duyarsınız bu mövzu üzrə testlər işləməyə. Kanalımızı da izləməyi unutmayın. YouTube kanalımızı, Telegram kanalımızın linklərini, WhatsApp qrupumuzun linklərini aşağıda qeyd edəcəm. Qoşularaq həm ödənişli, həm ödənişsiz dərslərdən, materiallardan yararlana bilərsiniz. Sağ olun, salamat qalın.